Növbəti bir pasiyentimizin müalicəsini yekunlaşdırırıq. Pasiyentimiz bizə hər iki diz oynağının artrozunu, yəni diz oynağında gözlək verilməsinə görə müraciət etmişdi və belində də ağrıları var idi. Müalicənin yekunudur. Biz istəyirik ki, Çıraq xanım özü şikayətlərini desin və müalicədən sonra necədir, bu haqda bizim izləyicilərimizə məlumatlandırın, zəhmət olmasa. Allah canınızı sağ eləsin. Vallahi indi şükür Allaha, əvvəlkindən biraz babatlaşıb. Yəni sizdə hansı şikayətlər vardı? Onlar gəzə bilmirdim, dizlərim ağrıyırdı, yandırırdı, göynədirdi. Əyilib qalxa bilmirdim. Piyada yol gəzəndə necə? Piyada da gedirdim, gəzə bilmirdim. Biraz yol gedirdim, göynədirdi ayaqlarım. İndi şükür Allaha. Bir ay müddətinə ki müalicə aldınız, nələr dəyişdi? Göynətmələr keçib, gəzməyim biraz babatdır, hiss edirəm. Mən özüm gəzmələrim yaxşıdır. Ya da yol gəzəndə? Gəzəndə əvvəl gəzə bilmirdi. İndi biraz, sən demişkən birdən yoxdur, indi biraz yaxşıyam. Biraz çox ayağı üstə qalanda azması narahatçılıq. Narahatçılıq olur, çox gəzəndə. Çox gözəl, çalışın. Evdə deyilənlərə də əməl edin. Sağ olasın. Allah köməkdə olsun.